Bu maşın elə yollardan keçirdi ki, oradan normal maşınların ancaq ruhu çıxa bilərdi. Sovet hökuməti elə yük maşını düzəltmişdi ki, bataqlıq onu görəndə baş əyirdi. Bir düşünək, 1950-ci illərdir. Kənd yolları elə gündəydi ki, ora girən maşın ya ilişirdi, ya da sürücü əsəbindən papağını yerə çırpırdı ki, kənd Soveti hara baxır qardaş. Elə həmin anda Ural ZIS 355 səhnəyə çıxıb deyir ki, qardaşlar, kənd Soveti yoxdursa mən varam. 90 at gücü vardı. Arxa ötürücülüydü. 3 ton yük daşıyırdı. İndiki maşınlar kimi dayanaz eləmirdi. Sonra SSR dedi ki, yox bu hələ azdır və ortaya Ural 375 çıxdı. V8 motorlu 180 at gücü 6x6 sistem. Bu artıq maşın yox, bildiyin dəmir ayı idi. 4 ton yük vururdular üstünə, yenə də gedirdi. Dərin çaya girəndə elə rahat keçirdi ki, sanki kəndin arxında irəliləyir. 1.5 metr dərinliyə qədər girə bilirdi. Amma əsl söhbət Ural 4320 ilə başladı. 210 at gücü dizel mühərrik, tam ötürücülü. Bu maşın elə yerlərə çıxa bilirdi ki, ona görə buna dağ keçisi ləqəbini qoymuşdular. Bəs səncə bu Ural modellərindən hansı daha əfsanəvi idi? Uralın 11 dəqiqəlik gizli yaranma hekayəsini YouTube kanalımda paylaşdım. Keçid edib izləyə bilərsiniz. Bəs növbəti video hansı texnika və ya maşına aid gəlsin? Şərhlərdə yazın. Və sonda sabahki videomu qaçırmamaq üçün o əsrarəngiz barmaqlarınla videonu bəyənib kanalıma abunə olmağı unutma. Sabaha qədər.